Salam xanımlar, mən sizə çox gözəl bir dənə manjet öyrədəcəm. Həm uşaq geyimlərində, jaketlərində istifadə edə bilərsiniz, həm də böyüklərdə, həm naxış kimi qoya bilərsiniz, həm də manjet kimi istifadə edə bilərsiniz. Çox gözəl, çox asan, təzə öyrənmək istəyən tələbələrdə asanlıqla bunu toxuya bilərlər. Mən bu ilməkləri tək sayda saymışam. Tək sayda olur, yəni 31, 41, 51 belə tək sayda olmalıdır. İlməklərin sayı tək sayda olmalıdır. İndi başlayaq biz bunu hörməyə. Çox asandır. Təzə öyrənmək istəyənlər də toxuya bilərlər. Birinci ilməni mən toxuyuram, çünki bu ilmək açılır deyənə. İkinci ilməkdən biz naxışa başlayırıq. Bax, belə bir tərs tərəfindən ilməyinin biz indi ön özündəyik, arxa özdən ilməyini götürürük, belə. Bunu toxuyuruq, sonra ikinci ilməyini başlayırıq toxunmağa. Belə, çıxartmırıq şeydən, spitsadan çıxartmırıq. Bir dənə tərs hörürük, iki dənə arxa özündən düz hörürük. Bir ilməyini hörürük, ilməyi spitsadan çıxartmırıq, ikinci ilməyini hörürük və bir yerdə çıxardırıq. Yenə bir dənə tərs, bir dənə də arxa özündən bir dənə düz və ilməyi çıxartmadan ikinci ilməyini toxuyuruq. Birinci riyadda biraz çətin olur, amma toxuduqca asanlaşır. Bir tərs, iki dənə düz. Birini toxuyuruq, sonra ikincini toxuyuruq, belə. Çox asandır. Belə. Bir dənə tərs, arxa özündən görürsünüz. Birini qabaqdakini yox, arxadakini götürürük. Birinci onu toxuyuruq. Sonra onun ilməyini spitsadan çıxartmamış, ikincini toxuyuruq və çıxardırıq. İkisi bir yerdə. Bir dənə tərs, yenə iki dənə ilmək, ikinci ilməkdən ilməyi toxuyuruq, ilməyi çıxartmırıq, ikincini də toxuyuruq və sonra spitsadan çıxardırıq. Bir tərs, bir ilməyi toxuyuruq, ilməyi çıxartmadan ikincini toxuyuruq. Bir tərs, birini toxuyuruq, spitsadan çıxartmayıb ikinci ilməyini də toxuyuruq. Bir tərs, bir ilməyi toxuyuruq, o ilməyi çıxartmadan ikincini də toxuyuruq. İkinci ilməyində. Sonra ikisini bir yerdə çıxardırıq. Bir tərs, yenə görürsünüz, iki dənə ilməkdir. Birinci bu ilməyi toxuyuruq, spitsadan çıxartmırıq, sonra ikinci ilməyini götürürük, ikinci ilməyini toxuyuruq. Bir tərs, ikinci ilməyini götürürük, toxuyuruq, spitsadan çıxartmamış, yenə ikincini hörürük. Bu da axırıncı tərs ilməyimiz. Belə bir naxış alınır, çox asandır. İndi arxa özündəyik.
Arxa özündə necə görürsünüzsə hələ toxuyursunuz. Yəni düzləri düz, tərsləri tərs. Birinci ilmeğini alıram. Və tərsləri tərs hörürük. Düzləri düz hörürük. Tərsləri tərs. 2 dənə tərs, bir dənə düz. 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 Çox asan naxışdır. Hər kəs toxuya bilər. 2 dənə tərs, bir dənə düz. 2 dənə tərs, bir dənə düz. 2 dənə tərs, bir dənə düz. 2 dənə tərs, bir dənə də düz. 2 dənəni tərs örürük, bir dənə də düz. Bu arxa üzüdür. Görürsünüz? Həm arxa üzü çox gözəl görsənir, həm üz tərəfi çox gözəl görsənir. İndi ikinci riyaddayıq. Birinci ilmeğini alıram. Arxa özünə çevirirəm. Görürsünüz? Birinci 2 dənə ilməkdir. Birincidən yox, ikincidən salırıq spitsamızı. Ona dolayırıq. Birinci ilmeğini toxuyuruq. Sonra ikinci ilmeğini toxuyuruq. Sonra çıxardırıq. Bir tərs, yenə ikinci ilməkdən salırıq, toxuyuruq. Sonra ikinci ilmeği toxuyuruq və çıxardırıq. Bir tərs, birinci ilməkdən salırıq, birinci ilmeği toxuyuruq. Sonra ikinci ilmeğini toxuyuruq. Bir tərs, birinci ilmeği toxuyuruq, sonra ikincini toxuyuruq. Bir tərs, arxa tərəfdən ikinci ilmeğini toxuyuruq, ikinci ilmeğini görürsünüz. İkincini toxuduq, spitsadan çıxartmırıq ilmeğimizi və ikincini toxuyuruq, çıxardırıq. Bir tərs, ikinci ilməkdən toxuyuruq ilmeği və çıxartmadan ikincini toxuyuruq. Birincini toxuyuruq, spitsadan çıxartmamış ikincini toxuyuruq. Bir tərs, ikinci ilmeğini toxuyuruq, çıxartmadan ikinci ilmeğini də toxuyuruq. Görürsünüz necə gözəl bir naxış alınır, həm manjetlərdə, həm hər cür şeylərdə istifadə edə bilərsiniz. Çox asandır. İkinci ilməkdən salırıq, onu toxuyuruq. İlmeği spitsadan çıxartmamış ikinci ilmeğini toxuyuruq və çıxardırıq. Və bu da son ilmeğimiz. Belə. Və çox gözəl. İndi arxa özündəyik. Arxa özündə tərsləri tərs örürük, düzləri də düz örürük. Bu 2 dənə tərs, bir dənə düz. 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 Belə hamısını toxuyuruq. Çox asandır, çox sadədir
ve asanlıkla toxuyabilirsiniz. Bir düz, iki ters. Bir düz, iki ters. Bir düz, iki ters. Ve axırıncı ilmeğinde toxuyuruq. Bu belə bu arxa özüdür. Bu isə ön özüdür. Ön tərəfi çox asandır. Yəni də ön üzdəyik. Yəni də bir dəfə də görsədim sizlərə necə toxumaq lazımdır. Yəni birincidən yox, iki dənə ilmək değil mi? Birinci ilməkdən yox, ikinci ilməyindən salırsınız. Onun birinci, ikinci ilməyini toxuyursunuz, onu çıxartırsınız belə. Sonra ikinci ilməyini toxuyursunuz və spitsadan atırsınız. Bir ters, bir ilməyini, birinci, ikinci ilməyini toxuyursunuz və sonra ikinci ilməyini toxuyursunuz, sonra çıxartırsınız. Çox asandır, tez başa gəlir, asan toxunmaq olur. Belə. Birinci, ikinci ilməni toxuyuruq. Sonra birincini toxuyuruq və bir yerdə çıxardırıq. İkinci ilməkdən salırıq. Onu toxuyuruq və ikinci ilməni sonra toxuyuruq. Bir yerdə çıxardırıq. Belə bir tərs. Birinci bu ilməyini, sonra ikinci ilməyini toxuyuruq, çıxardırıq. Bir ters, iki ilmek düz, arxa üzündən və götürürük, çıxardırıq. İki ilmek arxa üzündən düz örürük və bir ilmeği ters örürük. İki ilmeği arxa üzündən düz və bir ilmek ters örürük. Bu belə gözəl bir dənə bizdən axış alınır. Çox gözəldir. İndi biraz toxuyub qaydıram. Siz xanımlar gördünüz ki biz bu qədər ördük. Görürsünüz necə gözəl, dartılmayan, belə çox gözəl bir manjetimiz alındı. Bir dəfə də toxuyaq sizə görsədək, ön üzdəyik. İkinci ilməkdən salırıq, spitsamızı düz örürük və ilməyini çıxartmadan ikincini də düz örürük və spitsadan çıxardırıq. Bir dənə tərs, bir dənə arxa üzündən düz və ikinci ilməyini də düz örürük. Evet, spitsadan çıxardırıq. Bir ters, biri düz və o birini də düz örürük, spitsadan çıxardırıq. Görürsünüz ki, çox asandır. Görürsünüz, ikinci ilməkdən ikinci ilməyini götürürük, toxuyuruq, ikinci ilməyini düz örürük. Sonra ikinci ilməyini də salırıq. Ve ikinci ilmeğimizde düz örürük ve spitsadan çıxardırıq ve bunu ters örürük. İki dənə ilmek arxa özdən düz ve ikisi bir yerde çıxardırıq. Bir ters, iki dənə ilmeğini arxa özdən toxuyuruq, düz ve çıxardırıq. Bir ters, arxa özdən iki dənə ilmeğimizi düz örürük və çıxardırıq. Bir ters, arxa
Görürsüz, arxa üzdən götürürük, düz hörürük və bunu da ikinci ilməyimizdə düz hörürük və ikisi bir yerdə spiçadan çıxardırıq. Bir tərs, görürsüz, arxa üzdən salırıq, düz hörürük. İkincini də düz hörürük və çıxardırıq. Bir tərs, arxa üzdən ikinci ilməyini götürürük, düz hörürük və ikinci ilməyini də düz hörürük, spiçadan bir yerdə çıxardırıq. Bir tərs, ikinci ilməyini arxa üzdən düz hörürük və spiçadan ikinci ilməyini də toxuyuruq, düz çıxardırıq. Bir tərs. Bu belə çox gözəl manjetimiz alındı. Kim toxumaq istəyirsə, çox gözəldir. Bu ön tərəf özümüzdür, ön özümüz. Bu isə arxa üzümüzdür. Hər iki tərəfə də istifadə eləyə bilərsiniz. İki tərəfdə çox qəşəng görsənir. Hər iki tərəfi istifadə eləyə bilərsiniz. Çox gözəl bir naxışdır. Yorumlara fikirlərinizi yazmağı unutmayın. Çox sağ olun, təşəkkür ederim.